Narsistin qaranlığı hər zaman işıq olan insandan qorxur. Bunun üçün də bir narsist işıq olan bir insanı görəndə onu sevdiyi üçün ona yaxınlaşmır. Onun işığından bəslənə biləcəyi üçün ona yaxınlaşır. Öz qaranlığını onun işığında gizlədəcəyini anladığı üçün ona yaxınlaşır. Sən də zənn eləyirsən ki, səni çox sevir, dəyər verir, hörmət edir, sən onun ən dəyərlisisən. Bəli, çünki başda bunları sənə o qədər böyük bir şəkildə verir ki, sənin işığın parlayır, sən göylərə qalxırsan. Və nə baş verir bilirsən? Qalxdığın yerdən səni yerə çırpmağı da bacarır. Öz işığını sorğulayan bir insan, dəyərini sorğulayan bir insan başlayır artıq özünü sorğulamağa. Özünün kim olduğunu, harda olduğunu sorğulamağa başlayır. Narsistin məqsədi səni sevmək deyil, səni dəyərli etmək deyil. Narsistin məqsədi səndəki olan işıqla bəslənib öz qaranlığını gizlətməkdir. Və nəticədə nə olur? Sənin işığını söndürür. Tək çarə bilirsiniz nədir? Tək çarə öz işığını bu tip insanlardan, qaranlıq tərəfi olan insanlardan uzaq tutmaqda, nəyin bahasına olursa olsun.